Texnik və sertifikasiya ilə bağlı belə bir sualı da diqqətinizə çatdırmaq istəyirəm. Hansı ki, deyir xəritəyə əsasən dövrün xüsusiyyətlərini düzgün əks etdirən fikirləri seçin. Dövrün xüsusiyyətləri də biz görürük 1846-1859-cu illərin xəritəsini və xəritə üzərində suallar bilirsiniz ki, son zamanlarda çox aktualdır. Diqqətlə baxaq. Bəy və ağaların kəndlər üzərində polis və inzibati məhkəmə hüquqları var idi. Var idimi? Əlbəttə ki, bu hüquq verilib kəndlilər üzərində, yəni bu hüquqlar verilib bəy və ağalara 1846-cı ildə, 47-ci ildə də verilib, lakin 1865-də ləğv olub. Mən biri düzgün cavab olaraq götürə bilərəm. Mülki işlərə hərbi məhkəmələrdə baxılırdımı? Xeyr, baxılmırdı. Çünki mülki işlərə hərbi məhkəmələrdə baxılması qaydası 1840 10 aprel inzibati islahatı ilə ləğv oldu, getdi. İkini götürə bilmərəm. İki bu dövrə gəlib çıxmır. Cənubi Qafqaza gətirilən əcəmi malların yalnız 50%-dən gömrük rüsumu alınırdı. Bunu da deyə bilmərəm. Çünki bu da güzəştli ticarət tarifinə əsasəndir. Yoxdur bu dövrdə, ləğv olub. 31-də ləğv oldu da, 1831-də. Ali hüquqların başlıca keşikçisi geniş hərbi və mülki səlahiyyətləri yerinə yetirir. Bəli, bu canişindir, Qafqaz canişinidir. 1844-də vəzifə yaranıbsa, bəli, 4 ay edə bilərik. Daxili gömrük rüsumunun olması ticarətin inkişafına mənfi təsir göstərirdi. Xeyr, daxili gömrük rüsumu rəhdaridir və 1836-cı ildə rəhdari ləğv oldu, getdi. 5-i də çıxıram, doğru cavab olacaq 1 və 4 B variantı.